Salamlar bir daha hər kəsə. İstədim çox keçmədən bu videonun part 2-sini də çəkim. Bu günlərdə yerdə qalan, istifadə edib həm razı qaldığım, həm də razı qalmadığım baxım məhsulları, ümumiyyətlə istifadə etdiyim həm baxım, həm də kosmetik məhsullar və sair varsa, yəni hamısını göstərəcəm. İstəyirəm çox uzatmadan keçim videoya. Deməli, ilk göstərmək istədiyim budur. Bu Denewlab markasına məxsus olan bir dənə tonerdir və bu toneri əslində hətta biraz axıbdır. Bəyənirəm bəyənməyinə, yəni bəyənərək istifadə etmişəm, belə deyək. Və içərisində həm glikolik asid var, həm qızılgül tərkiblidir, həm də HA-BHA var. HA-BHA-nin düzdür faizi qeyd olunmayıbdır, amma glikolik asid 5% qeyd olunubdur. Əslində bu məhsulu, yəni bu toneri sevərək istifadə etmişdim və pambıq üzərinə tökərək müəyyən miqdarda üzümə tətbiq edirdim. Həqiqətən də faydalı olduğunu düşünürəm. Ümumiyyətlə Denewlab markası mənə görə təmiz içərikli bir markadır. Yəni məhsulun əksər hissəsinin el olduğunu düşünürəm. Yəni araşdırmalarımın ən azından nəticəsində bu qənaətə gəlmişəm. Bu məhsulda sevərək istifadə etmişəm. Qiymət də münasibdir. Yəni tövsiyə edirəm. İstəsəz bir şans verə bilərsiniz. Daha sonra göstərmək istəyirəm sizə. Deməli, burada ağardıcı krem var. Bu kremi mən deməli Bakıdan almışdım, amma bu krem həm münasib qiymətli bir ağardıcı kremdir, həm də ki, eşək südü tərkibli gedir, səhv etmirəmsə. Həqiqətən də bildiyim qədərilə eşək südü həqiqətən ağardıcı bir təsiri var və bu da səhv eləmirəmsə o tipdə bir məhsuldur. Tam dəqiq bilmirəm təbii ki. Sadəcə əldə etdiyim məlumat budur. Bu məhsul çox münasib qiymətli idi. Açıq bunun bəlkə də 90% içərisində qalıb. Mən bunu aldım. Sonra, yəni alandan sonra fərqinə vardım ki, yəni mənim əslində bu dərəcə böyük bir flakonda hər hansısa bir ağardıcı məhsula çox da ehtiyacım yoxdur. Çünki qaraltı nahiyəli hər hansısa bir yer yoxdur da, yəni bədənimdə ki, bunu bu qədər bol-bol istifadə eləyim. Ona görə yəni çox uzun müddət qaldı. Mən bunu çox da istifadə eləmədim və hal-hazırda da atıram ki, nə üçün qalıb. Yəni boş-boşuna ümumiyyətlə evdə istifadə etmədiyim hər hansısa bir məhsul varsa, boş yer tutursa, onu mən bir müddət sonra artıq o mənim gözümə batır, mən onu atmaq istəyirəm. Yəni belə xüsusiyyətim var. Ona görə də bu məhsulu da atıram. Daha sonra göstərəcəm sizə. Mən bunu hədsiz çox bəyənirəm bu kremi. Hətta bu kremdən daha sonra stokladım. Yəni bundan əlavə 2 dənə də bağlama aldım və onları da istifadə edirəm. Deməli, bu həm əl, həm də ayaq üçün parfum tərkibli, yəni ətir tərkibli olan bir krem gedir. Village Factory markasına məxsus olan bir kremdir. Mən bu kremi necə olub tanış olmuşam və necə olub əldə etmişəm? Deməli, Bakıda belə bir mağaza var, Self Beauty Space. Yəqin ki, tanıyırsınız. Həm salon kimi fəaliyyət göstərir, həm də salon içərisində həmçində kosmetik məhsullar, baxım məhsulları satan bir mağazadır. Mən oranı çox bəyənirəm. Həqiqətən də məhsulları bəzən yaxşı endirmədə salırlar, keyfiyyətli məhsullar satırlar. Ümumiyyətlə oranın xidmətlərindən də razıyam. Deməli, mən bu məhsulun səhifədə paylaşılarkən gördüm ki, bir ara elə bil ki, bəzi məhsullar endirmə düşmüşdü. Bu məhsul da onlardan biri idi. Və mən də əl kremi axtarırdım. Eyni zamanda ayaq kremi də yəni istəyərdim alım və gördüm ki, həm ikilidir, həm də münasib qiymətlidir. Dedim bir yoxlayım. Bu markanı da əslində tanıyıram, Village Factory markasını. Münasib də qiymətə düşmüşdü. Hətta bu Koreya istehsalı olan bir məhsulda Made in Korea yazılıb. Yəni Koreya məhsulları ümumiyyətlə əksəriyyəti yaxşı olur. Və bu baxımdan da bu məhsulu aldım. Həqiqətən də elə ilk dəfələrdən çox bəyəndim. Yəni qətiyyən bir yapışqanlıq hissi buraxmır. Yəni çox tez hopur, çox qəşəng yumşaq qalır uzun müddət. Az miqdarda istifadə edirsiniz, pulunu yəni kifayət qədər bəs eləyir. Çox bəyəndim və bundan sonra getdim yenə endirim varkən 2 dənə yenə flakon aldım və hal-hazırda da bundan istifadə edirəm. Hal-hazırki əl-ayaq kremim də eynən budur və düşünürəm ki, hətta əl-ayaq kremi eyni ola bilər. Çünki zaten ikisində də məqsəd qurumamağıdır. Başqa bir məqsəd olmur. Yapışqan hissi buraxmasın və quru olmasın. Yəni yumşaq saxlasın, uzun bir müddətdə təsir olsun. Bu baxımdan da eyni tip, yəni məhsul istifadə edə bilərəm. Eyni məhsulu, yəni hər iki məqsəd üçün istifadə edə bilərəm. Mənim üçün bu uyğundur. Daha sonra bunu göstərəcəm, Luvit markası. Luvit markasını mən əslində bir dənə blogerdən görüb almışdım. O da istifadə edirdi və tərifləyirdi. Amma yəni heç bir şey, yəni aparın tullayın, həqiqətən bunu alıb istifadə etmişsiniz. Yəni bu tonik gedir, arındırıcı və gözənək sıxılaşdırıcı tonik, HA-BHA tərkibli və tea tree leaf extract gedir, amma yaşıl ağac tərkiblidir. Amma yəni heç bir təsiri yoxdur. Bilmirəm, bəlkə məndə olmadı, üzümə çox zəif qaldı, ola bilsin ki, faizi bəlkə də çox aşağıdır. Düzdür, faiz üzərində yazılmayıb, yəni HA-BHA içərisində neçə faizdir mən bilmirəm.
qeyd olunmadığı üçün. Amma yəni bu markanı bilmirəm, hər hansı bir məhsula şans verərəm. Çox da güvəndiyim bir marka deyil. Ona görə də bu məhsulu da bu arada bu belə boş olmağına fikir verməyin. Elə bilərsiniz ki, hamısını istifadə etmişəm. Qətiyyən içərisinə sadəcə kiçik bir hissə istifadə etmişdim. Yerdə qalanını bilsiz nə məqsədlə istifadə elədim. İstifadə etdiyimiz sponjlar, daha sonra kistlər var. Mən onları çalışıram hər həftə ya 2 həftədən bir yuyum və yuyarkən də bundan istifadə etmişəm bu vasitəsilə. Düzü tək bununla edə bilməmişəm. Açığı heyf olmasın deyə tökürdüm, yəni qabın içərisindəki, yəni suya qarışdırırdım ki, kistlərə müəyyən qədər təsir eləsin, amma çox da təsir eləmirdi təbii ki. Boş bir şeydir, yəni götürüb hətta müəyyən bir hissəsini belə dolu şəkildə saxlamayım deyə boşaltmışdım, yəni ümumiyyətlə boşaltmışam içini. Ona görə belə boşdur, yəni istifadə etdiyimə görə yox. Daha sonra göstərəcəm sizə, deməli, burada bir dənə serumum qalıb. Maruderimdən niasinamid serum. Deməli, bu da bundan əvvəlki part 1-də qeyd etdiyim kimi, bu niasinamid serum 10% qeyd olunub. Yəni, içərisində 10% niasinamid oldu, amma mən düşünmürəm elə olduğunu. Bunun içərisində qalıb, amma əslində maruderimin içərisində, yəni bu aldığım serumlar içərisində ən çox bu məhsuldan istifadə etmişəm. Bu daha nisbətən daha bəyəndiyim bir məhsuldur. Ümumiyyətlə, bu aldığım istifadə etdiklərimdən bir göz ətrafı Caffeine Solution olan serumu bəyənmişdim. Bir də bunu nisbətən, yəni əgər müqayisə eləsək, bu ikisini daha çox bəyənmişəm deyə bilərəm. Amma təbii ki, eyni tərkibdə olan başqa daha gözəl məhsullar istifadə etdiyim də olub. Ona görə əslində müqayisə eləyə bilirəm. Daha sonra belə bir bədən kremidir. Bu bədən kremini əslində sadəcə bədən kremi almaq istədiyim üçün illər əvvəl almışdım. Uzun bir müddətdə aldım, istifadə elədim hətta. Amma sonra atıram və içində çox az qalıb zaten, yəni bitib də demək olar ki. 226 qramdır. Əslində bu bədən kremi üzərində Flora Bloom gül şəkli falan. Mən də düşünmüşdüm ki, buna həqiqətən vurandan sonra belə gül qoxusu falan gələcək. Amma elə deyil, yəni çox da bir qoxusu yoxdur. Yəni o baxımdan da çox bəyəndiyim bir məhsul olmadı. Sadəcə nəmləndirmək xətrinə belə deyə istifadə elədim ki, istifadə olunsun, bitsin və o şəkildə də bitirdim. Daha sonra Farmstay'dən belə bir SPF var, 50+ tərkibli də və bu green tea, yəni yaşıl ağac tərkibli bir günəş kremidir. Əslində yağlı dərilər üçün bu tərkibdə olan kremlər uyğundur. Mən də o düşüncə ilə almışdım, amma Farmstay markasını mən sonradan bildim ki, ümumiyyətlə yağlı dərilər üçün və mənim yaşımda olan xanımlar üçün biraz ağır qaçır. Çünki çox qurutmağa meyilli bir məhsulları var. Mən bu markadan hətta üz üçün gel də, köpük də yəni alıb istifadə etmişdim, amma onu da sonra eşitdim ki, o qurutmağa yəni meyillidir. Ondan sonra o məhsulda istifadə etməyə dayandırdım. Bu günəş kremini də sadəcə yağlı dəriyə uyğun olduğunu düşünüb, həm də yaşıl ağac tərkibli olduğu üçün almışdım, amma bir daha almaram, yəni almağı düşünmürəm. Daha sonra burada artıq 5 dənə məhsulum qalıb. Bir bu Nivea'dan deodorantlıdan, yəni bu antiperspirant. Bəyəndim bəyənməyini, amma çox da effektiv deyil, uzun müddət təsiri olmur, yəni ala da bilərsə almaya da. Yəni çox da, belə deyəm, mənə çox təcili lazım olan bir zamanda almışdım alternativ kimi. Amma çox da bəyənmədim. Yəni ümumiyyətlə Nivea'nın çox da məhsullarını bəyənmirəm açığı və bu baxımdan onu bir daha almağı düşünmürəm. Və bir də Eveline-dan bu tonik də mənə hədiyyə kimi gəlmişdi və bu tonikin özü hədiyyə kimi verilib. Bu toniki bəyəndim bəyənməyinə. Sadəcə belə üzümü nəmləndirmək üçün istifadə edirəm. Amma bunun da belə, bəlkə də səsi gəlir. İçərisində hələ də var. Yəni tam axıra kimi istifadə eləmədim. Çünki ara sıra istifadə edirdim açıq və bunu da artıq istifadə müddəti başa çatmışdı və bu baxımdan düşündüm ki, ziyan eləməsin üzümə. Çünki bunu cəmi 6 ay istifadə edə bilərsin. Məndə hətta 6 ay da keçmişdi və gördüm ki, mən bunu heç cürə bitirə bilmirəm. Çünki çox həcmi böyükdür və bərəkətli bir məhsuldur. Həqiqətən 225 millidir və mən gördüm ki, bitirə bilmirəm. Bu səbəbdən də artıq bunu da atmaq qərarına gəldim. İstifadə müddəti keçdiyinə görə son 3 məhsulum qalıb. Bu makiyaj sabitləyici sprey gedir və mən bu məhsulu çoxdan, yəni illər əvvəl almışam və uzun bir müddət hətta qalıb mən bunu heç istifadə etməmişəm. Çünki heç ehtiyac olmayıb. Normalda çox da make-up edən biri olmadığıma görə bu məhsulda elə qalıb, yəni. Çünki normalda insanlar üzünə tonal, yəni müəyyən həqiqətən də belə aşırı bir makiyaj edəndə, xüsusən də tonal vuranda bu makiyaj sabitləyici spreyə ehtiyac olur. Amma mən tonal ümumiyyətlə istifadə etmirəm, hətta hal-hazırda ümumiyyətlə yoxumdur.
və bu baxımdan da mənim bu məhsula ehtiyacım olmadığına görə uzun müddət istifadə eləmədim. Belə qaldı, sonra gördüm ki, boş-boş rəfdə yer tutur və bunu da belə bu şəkildə atıram və içərisində də var hal-hazırda. Tam bitməyib və son 2 məhsul göstərəcəm. Bundan da artıq yekunlaşdırırıq. Deməli, bu məhsullardan biri Prime'dır. Makyaj öncəsi baza kimi gedir. Bu məhsulu da yenə içərisində qalıb bu şəkildə atıram. Çünki bu məhsulu da mənim çox ehtiyacım yoxdur. Çox da make-up etmədiyimə görə bunu da təbii ki, illər əvvəl makyaj sabitləyici spreyinin eyni vaxtda almışdım. Və o vaxtlar düşünürdüm ki, hə, çox makyaj edərəm və üzümə ehtiyac olar, amma zamanla heç makyaj çox da etmək istəmədiyimin fərqinə vardım. Yəni mənim belə şeylərlə həqiqətən aram yoxdur. Yəni üzümü də heç kompleks etmədiyimə görə yəqin ki, yəni bu baxımdan da heç vaxt belə aşırı bir makyaj eləyim, nə isə gizlədim falan. O düşüncədə olmamışam. Çünki insanıq, yəni üzümüz səhv edə bilər, pis günə də düşə bilər. Yəni vizuallığa çox önəm verməmək lazımdır. Bu bazanı da həqiqətən o baxımdan yəni çox da istifadə eləmədim. Hətta uzun bir müddət ümumiyyətlə istifadə eləmədən rəfimdə qaldı və axırda düşündüm ki, bunu da boş-boş yer tutmasın və ataq. Gəldi indi axırıncı, ən sonuncu məhsulumuz, amma bu məhsulu həqiqətən mən çox bəyənirdim. Deməli, bu məhsulu mənim ilk öncə bacım istifadə eləmişdi. L'Oreal Paris'dən üz üçün nəmləndirici kremdir. Bunun teksturasını hədsiz çox bəyənirəm. Üzdə yapışqan hiss buraxmır, çox yüngül teksturası var, həqiqətən tez hopur, nəmli saxlayır. Mən həqiqətən çox bəyənərək istifadə edirdim açığı. Bacım da elə istifadə etmişdi, amma onun dəri tipindən mənim dəri tipim fərqlidir. Mən yağlı dəri gedirəm, onda daha çox qarışıq dəri tipinə uyğundur. Bu məhsulun da müxtəlif dəri tipləri üçün versiyaları var idi və ilk öncə o alıb istifadə etmişdi. Hətta o bir flakon alıb bitirmişdi. O çox təriflədi, çox məsləhət bildi və qiymət də münasibdir deyə mənim də elə üz üçün nəmləndirici kremin bitən vaxtda mən də getdim bunu əldə etdim. Amma deməli, sonra nə oldu? Mən bu məhsulu istifadə etdim, artıq bitirirəm. Bitirənə yaxın mən artıq bir konsultantla məsləhət almaq qərarına gəldim və o mənim məhsulun tərkibini analiz edəndə mən fərqinə vardım ki, bu çox da effektiv bir məhsul deyil. Yəni çox da belə bir faydalı deyil. Yəni aşırı bir faydasını görə bilmirəm. Əslində zaten mən sadəcə üzümdə nəmlilik hissi yaratsın, tez hopsun, yapışqan hiss buraxmasın düşüncəsi ilə almışdım, amma sonra fərqinə vardım ki, əslində heç bir faydası çox da yox imiş. Və bu baxımdan bu məhsulu yəqin ki, bir daha almayacağam. Ümumiyyətlə bu günləri bu videoda göstərdiyim məhsullar və eyni zamanda part 1-də göstərdiyim məhsullar yəqin ki, fikir verdiniz. Böyük əksəriyyəti səhvliklə aldığım məhsullarda almışam. Sonra bir təsirini görməmişəm və bir daha almağı düşünmürəm. Amma çox az bir qism də var ki, həqiqətən, misal üçün, saç serumu, argan oil tərkibli saç serumu idi. Daha sonra deməli, dodaq boyam, pastelin boyası. Yəni bu kimi bəzi 3-4 dənə məhsulu oldu ki, bu videolarda o məhsulları həqiqətən çox bəyənmişəm və yenidən almağı düşünürəm. Ümumiyyətlə sizin də bu məhsullardan alıb istifadə etdiyiniz, razı qaldığınız və yaxud narazı qaldığınız hər hansı məhsul varsa və eyni zamanda mənim fikirlərimə bəlkə də qatılırsınız. Ola bilər siz də mənim kimi istifadə etmisiniz, narazı qalmısınız. Yəni fikirlərimlə həmfikirsinizsə, ümumiyyətlə bu barədə öz düşüncələrinizi videonun altında rəy bölməsində qeyd edə bilərsiniz. Və son olaraq qeyd etmək istəyirəm ki, əgər dəstək olmaq istəsəz kanalıma abunə olub, like etməyi və videolarını dostlarınızla paylaşmağı unutmasanız çox sevinərəm. Bu da mənim üçün böyük bir motivasiya olar. Sona qədər izləyən hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Növbəti videolarda görüşənədək hələlik.